3 dəfə şillə vurur Natava. Fərəc bəyə. Daha doğrusu Fərəc bəyə, bəli. Nəyə görə şillələyir Fərəc bəyi Natava? O dəfələrlə deyir ki, bəs mən polis nəfərlərini çağırmalıyam da, əgər siz əmrimə tabi olmuşsa, polis də deyəlim, zorla aparacaq. Fərəc bəy nəyə görə gəlmişdi Banunun sarayına? Şeydə həbsə aparmağa. Deyir ki, mən imperator hökumətinin adından və prokurorun sərəncamı əsasında gəlmişəm Sevşəni aparam. Bəli, orada kim deyir? Şairəni təhqir etmək bütün xalqı təhqir etməkdir. Bunu Tervahan deyir. Xalqı deyir təhqir etmək deməkdir. Tervahan deyir ki, şairəni təhqir etmək, şeiri sənətini təhqir etməkdir. Nə vaxtsa deyir ki, yaxşı elədiniz, satqınların təhqirlərini cavabsız qoymadınız. Şairəni təhqir etmək bütün xalq məsələsi Ruhulluya aiddir. Bütün xalq deyəndə Ruhullah deyir onu. Yəni o da xalqa bağlı. Tervahan. Bəli. Yaxşı. Bəs deyir, mən öz erməniliyimi unuduram. Hansı obrazın aiddir bu? Tervahan deyir. Bəli, Tervahan deyir.